Bilirsiniz, tanışlarım var ki, mən onları təmiz, zəhmətkeş adam hesab edirəm. Onlar da lotereya, poz qazan filan oynayır. Yəni, bütün problemlərin kökündə savadsızlıq dayandığı kimi, lotereya oynamağın da kötüyündə savadsızlıq dayanır. Lenin o vaxt təklif eləyiblər ki, gəl biz də xalq lotereyası düzəldək. Layihəyə baxıb hələ o vaxtı kompüter filan olmamış, hesablama bu qədər yüksək səviyyəyə çatmamış adi riyaziyyatçıların əllə kağız üzərində apardığı hesablamalara görə lotereyanın uduşu milyonda birdir. Milyon nəfər oynayır, bir nəfər udur. Və nədənsə hamı o bir nəfər olmağa çalışır. Və burada ümidlərin aldanılması, aldadılması zəminində çox böyük narahatçılıqlar, problemlər çıxır ortaya. Yəni, Leninin vaxtı bu kompüter hesablama maşınları olmayanda ehtimal nəzəriyyəsinin qələm üzərində hesablamaqla milyonda bir idi. Yəni, deyirsiniz ki, 3 manat, 5 manat, 10 manat, 20 manat verdim o şeyə, boş şeydir, boş şey deyil. Onu canınıza, özünüzə, ailənizə sərf eləyən bir şeyə xərcləyə bilərsiniz. Necə ki, siqaretdən imtina eləmək kimi. Yəni, millətin aldanılmağı, millətin siqaret çəkməyi, alkoqola qurşanmağı yaxşı bir şey deyil. Yəni, ağlı başında olan adam sevinməməlidir ki, hə, bu poz qazana aludə olub 50 manat, 100 manat, 150 manat, 1000 manat getdi ona və yaxud da ki, siqaretə aludə olub 2 paçka, 3 paçka çəkir. Biz hamımız bir-birimizdən asılı insanlarıq, çünki biz bir cəmiyyətik, bir millətik. Bu qədər.